Gənclər Fondunun dəstəyi Dövlət Proqramı İdarəetmə Qrupu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının birgə təşkilatçılığı ilə Dövlət Proqramı Xaricdə Təhsildən Dayanıqlı Karyera adlı tədbir keçirilib. Tədbirdə 100-ə yaxın gəncə Dövlət Proqramının təqdim etdiyi təhsil imkanları, qəbul şərtləri və karyera perspektivləri barədə məlumat verilib. Bundan yanaşı proqram məzunları dəyərli tövsiyələrini gənclərlə bölüşüb. Mərasimdə Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının sədri Milana Mir Feyzullazadə, millət vəkili Fariz İsmailzadə, Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov, Gənclər Fondunun icraçı direktor müavini Ceyhun Hüseynov və Dövlət Neft Fondunun Strateji Layihələr Departamentinin rəhbəri Əli Sultanlı iştirak edib. Çıxışçılar ümummilli lider Heydər Əliyevin əsasının qoyduğu xaricdə təhsil ənənəsinin indi daha çox ölkələri, ixtisasları və istiqamətlər əhatə etməsi, hər il yüzlərlə gəncin dövlət proqramı ilə dünyanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alması barədə danışıblar. Tədbirimizin də əsas məqsədi bu dövlət proqramını ASAP-a, deməli, həmən bu platformaya olan üzvlərə tanıtdırması məsələsi idi. Məqsəd də burada bundan ibarətdir ki, bu proqramla bağlı həqiqətlərin və bu proqramla bağlı indiyə qədər görülən işlərin biz, deməli, bizim tələbələrə çatdırdıq və eyni zamanda da əsas burada məqsəd ölkədə gedən işlərdə gələcək məzunların iştirakı və indiyə qədər olmuş məzunların da proqramda iştirak edənlərin deməli iştirakı ilə bağlı biz məsələləri müzakirə elədik. Düşünürəm ki, dövlət proqramının bir insanın həyatında və bir mütəxəssisin yetişməsində nə qədər böyük rolu olduğunu məndən yaxşı heç kəs izah eləyə bilməz. Çünki siz həmin universitetlərdə olan təhsil haqqlarına baxsaz, orta statistik bir azərbaycanlının o təhsil haqqını ödəməsi demək olar ki, mümkün deyil. Ona görə bizə bu şəraiti dövlət proqramı yaranıb və mənim kimi də yüzlərlə Azərbaycan gəncinə bu şəraiti yaradıb ki, biz istədiyimiz universitetdə, istədiyimiz ixtisas üzrə təhsil ala bilirik və bütün xərclərimiz dövlət tərəfindən maliyyələşdirilir. Bizim əsas məqsədimiz xaricdə təhsil alan zaman Azərbaycanlı tələbələri və məzunları dəstəkləmək, dövlət gənclər siyasətini rəhbər tutaraq onun gənclərə verdiyi imkanları gənclərimizə tanıtmaq və həmin gənclərin təhsillərini başa vurduqdan sonra ölkəyə qayıdaraq kadr potensialını ölkənin müxtəlif sahələrində göstərməyinə töhfə verməkdir. Daha sonra tədbir panel müzakirələrlə davam edib.